hara gedir sabahımız? Uzun iller düşünmüşəm, millətlərin cərgəsində biz də varıq. Yurdumuza qəsd edənin gözlərini oyanlarıq. Biz o qədər nəcibik ki, bir balaca işarədən söz anlarıq. Haqla zoru ayırt edib öz yerinə qoyanlarıq. Millətimin taleyini mən düşündüm zaman zaman. Keçdi zaman, keçənmədik, gördüm əsrin sınağından. Zaman yaman harın imiş, demə əsrin şadarası narından da narın imiş. Keçənmədik otaya biz, şadarada qaldı bütün kəsirimiz. Əsrin böyük sınağına demə hazır deyilmişik, yoxşu düz yol bilmişik. İndi ulu yaradandan soruşuram, de kimik biz, məzlumuq ya zalimik biz? Vaxtla tələb arasında bəlkə bir gün dolaşmışıq, vaxtın hansı döngəsində biz şaşmışıq. Daş üstündə göyərməyən bir tumuq biz, özümüzə zalim ikən başqasına məzlumuq biz. Əldən gedən torpaq üçün ürəyimiz çilik-çilik, zalim bizdən torpaq alıb, biz zalimdən sülh istərik. Özümüzə dal çevirib, özgəsinə qardaş dedik. Biz yalanı körüklüyüb, həqiqətə çıxdaş dedik. Özgəsini yamçılayıb elə bildik, biz də dönüb ərən olduq. Səpdiyimiz toxumların meyvəsini Qarabağda dərən olduq. Biz köhlərin xəstəsi idik, mərəzimiz bəlli idi sabirlərə, cəlillərə. Yaramızdan qan açıldı, Qarabağda birdən-birə. Mədəmizi ağlımıza dəyişməyi şərəf sandıq, özgəsinin qabağında toyuq olub, evimizdə xoruzlandıq. Qonşumuzun aclığını bilib rahat yatırıqsa, ləyaqəti, dəyanəti vəzifəyə satırıqsa, dostumuzdan danos yazıb arzumuza çatırıqsa, demək bizdən üz döndərib Allahımız, hara gedir sabahımız? Dəryamızı bəyənməyib özgəsinin hovuzunda üzürüksə, yad dilində dil ötüb doğma ana dilimizə əgər dodaq büzürüksə, İnamımız, imanımız ya heç yoxsa, ya çürüksə, demək bizdən üz döndərib Allahımız, hara gedir sabahımız? Vicdan adlı bir mələkdən üz döndərib, iblisliklə barındıqsa, ləyaqətə tapdalayıb, özümüzdən yuxarıya yarındıqsa, dinimizi pula satıb, özgə dinə sığındıqsa, ruhanimiz dəllal isə, tacir isə, anasının əmcəyini kəsən ilə əlbir isə, rüşvət hacı rütbəsini qazanmağa tədbir isə, demək yoxmuş Allahımız, olmayacaq sabahımız. Bir ölkədə satan varsa öz halalca torpağını, biz özümüz söndürdüksə dədəmizin yandırdığı çırağını, ayır görüm əməllərin qarasından sən ağını. Bu nəsildən o nəsilə tel qırıqsa, tayfamızı, millətimiz, evimizi, vətənimiz sanırıqsa, vətən millət namusunu danırıqsa, demək bizdən üz döndərib Allahımız, hara gedir sabahımız? Ömür boyu haram yeyib, başqasının halalına cumuruqsa, bir tikiyə möhtac olan əlacsızdan əgər rüşvət umuruqsa, gözümüzlə gördüyümüz dəhşətlərə gözümüzü yumuruqsa, özümüzdən ağır gələn günahımız, özümüzü yandıracaq öz ahımız, demək bizdən üz döndərib Allahımız, hara gedir sabahımız?